Aşpanın yaz sesiyası bugün başa çatıb. Sesiyanın son günü hansı müzakirələr olub? Ümumiyyətlə 5 gün ərzində keçirilən iclaslar nə ilə diqqət çəkib? Bax, bu barədə Strasburqdan bizlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Elzar Ağayev ətraflı məlumat verəcək. Elzar, siz də salamlayırıq efirimizdə, söz sizdədir, buyurun. Axşamınız xeyir. Bəli, Avropa Şurası Parlament Assambleyasının yaz sesiyasının sonuncu günündə bəzi cari məsələlərin müzakirəsi baş tutdu. Free debate formatında həm cari məsələlərin, həm də Avropa Şurasına aid bəzi administrativ məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi ilə yaz sesiyası başa çatmış oldu. Bu yaz sesiyası nə ilə yadda qaldı? İlk növbədə bəzi ölkələrin hədəfə alınması ilə yadda qaldı. Sözsüz ki, söhbət burada Türkiyədən, Gürcüstandan, Serbiyadan və müəyyən mənada da Macaristandan gedir. Hərəsinə ayrı-ayrı mövzularla təzyiq etməyə çalışdılar. Məsələn, İstanbul merinin həbsi ilə bağlı Türkiyəyə qarşı amansız mövqe tutdular və bu hadisənin sırf siyasi motivli olduğunu bildirdilər. Hadisənin ətrafında cərəyan edən korrupsiya elementlərinin qətiyyən diqqətə almadılar və bildirdilər ki, bu sırf siyasi məqsədlə həyata keçirilmiş bir həbsdir və təbii ki, bu qərəzli yanaşma idi. Gürcüstanla bağlı yenə də əvvəlki tələblərini səsləndirirlər. Avropa Şurası Parlament Assambleyasında hesab edirlər ki, Gürcü xalqının iradəsini əks etdirən parlament buraxılmalıdır və yeni, onların istədiyi kimi, Avropanın istədiyi kimi yeni bir seçki keçirilməlidir. Əlbəttə, Gürcüstan bunu qəbul etmir və elə bunun nəticəsidir ki, hələ ötən sessiyadan Gürcüstanı təmsil edən nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dondurub. Eyni zamanda Serbiyaya qarşı və Macaristana qarşı da dediyim kimi qərəzli şəkildə iddialar var idi. Ümumilikdə yekunlaşdırsaq, qərəzli mövqeyin hakim kəsildiyi daha bir Avropa Şurası Parlament Assambleyasının sessiyasını izləmiş olduq. Söz sizdə.